Salam uşaqlar, bugün cimlə işləyirik və videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir. Sinonimlərdir bizdə. Tak, yaxınlaşdırın videonu. Tamam, görünsün. Uşaqlar, sinonimdir. 28-ci sualda qalmışıq. Gəlin, sinonim yaxın mənalı sözləri. Так, tapırıq. Deməli, укажите синоним слова необходимый. Необходимый lazımlı, zəruri də Azərbaycan dilində. Və neobxadimə sözünün biz deməli yaxın mənalı sözün tapmalıyıq. Jostki. Jostki deməli çox ciddi insana məsələn deyilir də jostki takoy on. Sonra честный, dürüst, vicdanlı, strogi, sərt, ciddi, нужный, lazımlı, zəruri və verный, etibarlı. Нужный deyiriksə biz deməli E variantını seçirik. Так, davam edək. Укажите синоним слова основной. Əsas deməkdir, основной. Так, интересный, maraqlı, далекий, uzaq. Главный, əsas, решительный, həlledici və великий, dahi deməkdir. Gəlin baxaq. Основной и главный deyə biz B variantını burada seçirik. Дальше. Укажите синоним слова хотеть. İstəmək. Терять. İtirmək. Просить. Nəyisə soruşmaq. Решать. Həll etmək. Требовать. Tələb etmək. Желать. Arzu etmək. Və əlbəttə ki, хотеть и желать istəməkdir. Yaxın mənalı sözlərdir. Дальше. Укажите синоним слова думать. Fikirləşmək. Действовать. Hərəkət etmək. Сердиться. Qəzəblənmək. Мыслить. Düşünmək. Трудиться. İşləmək. Владеть. Sahib olmaq nəyəsə. Və əlbəttə ki, думать и мыслить deyə bizdə eynidir. Дальше. Укажите синоним слова крупный. Крупный böyük deməkdir. Böyük. Так. Уникальный. Уникал. Мелкий. Mелкий bizdə kiçik də belə deyək. Цветочный. Неточный. Netochный qeyri-dəqiq, большой, böyük, храбрый da cəsur. Əlbəttə ki, крупный и большой burada sinonimdir. Укажите синоним слова твердый, sərt, мягкий, yumşaq, жесткий, elə sərtdir. Burada dальше. Elə bunu da götürək onda D variantını. Крупный, böyük, особенный, xüsusi və сложный da çətindir. Так, 34. Синоним слова правдиво. Правдиво, yəni belə deyək də, vicdanla, dürüst deməkdir. Əlbəttə ki, burada честно deyə biz C variantını seçə bilirik. Дальше, укажите синоним слова беседа. Беседа burada söhbət deməkdir. Söhbət. Və görürsünüz ki, разговор deyə biz C variantını buradan götürə bilirik. Дальше. Укажите синоним слова труд. Труд iş deməkdir, uşaqlar. Əmək deməkdir, iş deməkdir. Və gəlin baxaq. Так. Досуг. Досуг nə deməkdir? Asudə vaxtıdır. Работа, işdir, отдых, istirahətdir. Görürsünüz, решение bir qərardır, радость da sevinçdir. Əlbəttə ki, burada tруд и работа уже sinonimi. Yəni burada asant bir sözlərdir. Так. Часто, tez-tez deməkdir. Tez-tez. Və нередко. Нередко nə deməkdir, uşaqlar? Neredко tez-tez deməkdir, yəni. Ona görə də bu sözlər deməli sinonimdir. Укажите синоним слова трусливо. Трусливо, yəni qorxaq deməkdir. Və отважно, burada cəsarətlə, məsələn, искренне, səmimiyyətlə, не смело, yəni ürəklə, ciddi, 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 ciddi,
qorxaqlıqla da belə deyək, не смело уже. Çünki смело sözü cəsarət deməkdir də, смело. Вежливо, nəzakətli, жестоко, qəddardır. Ona görə də не смело biz götürə bilirik burada. Укажите синоним слова старательно. Старательно, yəni çalışqanlıqla da bir çalışqan insana deyir ki, он старательно так все делает, например. Удобно, коротко, усердно, регулярно и высоко. Deməli, burada uşaqlar усердно deyə götürə bilirik burada. Усердно и старательно здесь синонимы. Так. Дальше. Строить. Строить burada nəysə tikmək, qurmaq deməkdir. Строить. Например, строить дом, да, например. Əlbəttə ki, создавать. Nəysə qurmaq, yaratmaq. Строить и создавать. Укажите синоним слова сломать. Məsələn, belə deyək də, nəysə məhv etmək. Или сломать, məsələn, hansısa bir oyuncağı qırmaq da belə deyək. Сломать и, əlbəttə ki, разрушать. Məhv etmək. Укажите синоним слова защищать. Защищать, yəni qorumaq deməkdir. Защищать. И мы знаем, что мы можем охранять. Защищать, охранять – это синоним. Так, укажите синоним слова трудный. Trudный çətindir və başqa cür necə deyə bilərik biz? Нелегкий. Нелегкий. Дальше. 44-cü sualımız. Укажите синоним слова дешевый. Dешевый uşaqlar ucuz deməkdir. Ucuz. Gəlin baxaq. Простой, sadə, неизбежный, qaçılmaz, нужный, lazımlı, бесценный, qiymətsiz, недорогой, çünki daragoy bizdə bahalıdır, недорогой, ucuz deməkdir. D variantını seçirik. Укажите синоним слова грязный. Грязный, çirkli deməkdir və nechistый sözünə baxın burada. Nechistый birinci sözdə. Əlbəttə ki, nechistый, чистый bizdə təmiz, amma nechistый çirkli olur. Deməli, A variantıdır. Sinonim slova duşistый. Duşistый da ətirli deməkdir. Və duşistый ətirlidirsə, əlbəttə ki, aromatlı deyə bilirik. Укажите синоним слова огромный. Огромный böyük deməkdir. Əlbəttə, burada ən asan большой deyə biz deməli seçə bilirik. 48-də укажите синоним слова храбрый. Cəsur deyirik. Əlbəttə ki, cəsurdursa biz bilirik ki, burada смелый deyə D variantını seçirik. Синонимами являются. Burada sinonim olanları seçməliyik. Честный, чуткий, dürüst, həssas, bu уже sinonim deyil. Безвольный, безвредный, zəif iradəli, zərərsiz. Так, дальше. Широкий, просторный. İkisi də geniş deməkdir. Deməli, C variantı burada uyğundur. Вкусный, сладкий, dadlı, şirin, da. Вкусный и şirin. Dadlı və şirin. Огромный, высокий. Burada огромный böyükdür, высокий də hündürdür. Так, 50-də. Синонимами являются. Так, burada sinonim olanlar gəlin baxaq. Храбрый, отважный. Храбрый, отважный. Bu da cəsarətli deməkdir. Cəsur, cəsarətli deməkdir. Ona görə də biz A variantını burada уже götürə bilirik. Çünki узкий, большой, темный, яркий, знакомый, знаменитый, краткий, крепкий yox. A variantı uyğundur. Синонимами являются. Так, храбро, убедительно, cəsarətlə inandırıcı, интересно, скучно, maraqlı, darıxdırıcı, добродушно, смело. Так, cəsarətli, xoşxasiyyətli, холодно, морозно. Так, burada soyuq deməkdir də, şaxtalı. D variantı götürüb, тихо, устало, sakitcə və yorğun. 52-də, широкий, длинный,
geniş, uzun, vысокий, маленький, büyük və balaca. Колоссальный, огромный burada böyükdür. Ona görə də biz C variantını götürə bilərik. Так, qalanları düz gəlmir. 53-də синонимами слова громадный является. Громадный nəhəng deməkdir. Так. Колоссальный məsələn gələr, amma burada старинный, уже qədimi deyə yazdıq deyə bunu götürə bilmərik. Большой, огромный biz götürə bilərik burada. İkisi də громадный sözünün sinonimidir. Так, глобальный, со временем крупный, бесконечный, широкий, высокий. Все. B variantı uyğundur. Və axırıncı 54-cü sualımızdır. Синонимами являются. Burada da sinonim hansıdır? Gəlin baxaq. Знакомый, взаимный, qarşılıq, tanışlıq, яркий, ослепительный, parlaq. Так, B variantıdır. Çünki далекий, соседний, агрессивный, широкий, узкий bunlar уже gəlmir. 54-də deməli B variantıdır. Belə uşaqlar, sağ olun, görüşərik.